Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bizə Göyçayın Çərşə kəndindən şəhid anası Mələk ana müraciət etmişdi. Müraciətin əsası onun evinin yanında keçən elektrik xəttinin evinin üstündən keçdiyinə görə o xəttin yerinin dəyişməsi ilə əlaqədar xahiş etdi və Çərşə kənd ərazi nümayəndələri ilə bu işlə əlaqədar belə deyək, məlumat aldı, ona da müraciət olundu. Biz birlikdə gəldik, bura baxış keçirdik. Doğrudan da göründüyü kimi şalman, elektrik dirəyi təhlükə idi. Evin üstünə keçdiyinə görə yanğın baş verə bilərdi. Biz də bununla əlaqədar ərazi nümayəndələri birlikdə müraciət etdik. Göyçay İşıq İdarəsinə, elektrik şəbəkəsinin rəhbərliyinə. Çox sağ olsun, dərhal münasibət bildirildi və bu gün də artıq məsələ öz həllini tapdı və həmin elektrik dirəyinin yeri dəyişdirildi. Mən indi onu sizə çəkib təqdim edirəm. Gördüyünüz kimi, bax bu elektrik dirəyi evin üstündən keçirdi. Təhlükə idi, evin üzərində və artıq bu gün burada iş görülür. Bu elektrik dirəyinin yeri dəyişdirilir. Bax buradan götürülüb və kənarda qazan o quyuya yerləşdirəcək, aralı. Çox sağ olsun, mən minnətdarım bildirirəm, təşəkkürümü bildirirəm Göyçay Elektrik Şəbəkəsinin rəhbərliyinə ki, bu işə öz münasibətini bildirdi. Məsələ həllini tapdı artıq. Və mən buradan Göyçay Çərşə kənd ərazi nümayəndələrinə də təşəkkürümü bildirirəm. Vüsal müəllimə çox sağ olsun. Çərşə kəndində demək olar ki, görülən işlərin, edilən müraciətlərin hər birində o dərhal qəbul edir müraciətləri və məsələnin həllinə də çalışır. Nail olmağa çalışır və nail olur da. Bu işdə mən qeyd etdim ki, Göyçayın Çərşə kəndində ümumiyyətlə həm bələdiyyə rəhbərliyi, həm ərazi nümayəndəliyi öz işini tam yerinə yetirir həmişə olduğu kimi. Biz dəfələrlə çəkiş etmişik Çərşə kəndindən. Bu gün də həmin məsələ artıq burada özünü göstərdi. Mən bir daha birliyimiz adından, birliyimizin sədri Təyər müəllim adından təşəkkürümü bildirirəm. Belə məmurlara ki, çox sağ olsunlar. Edilən müraciətləri qəbul edirlər və məsələ də həllini tapır. Və vətəndaşlar da öz, belə deyək, təşəkkürünü bildirirlər. Bəli, Azərbaycan hüquqi dövlətdir. Azərbaycanda hər bir vətəndaşın hüquqları qorunur. Eşq olsun cənab prezidentimiz İlham Əliyevə ki, belə bir dövləti qurub, yaradıb. Çox sağ olsunlar. Var olun, hər kəsə minnətdarımı bildirirəm.